İndi isə sizi sosial media sahəsində uğurlu olan ölkə daxilindən yox, Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatından sizinlə öz təcrübələrini bölüşəcək müsahibimizlə tanış edəcəm. Uşaq vaxtından pilot olmaq istəyən, hətta qabiliyyət imtahanından keçib uğurlu nəticə alsa da kiçik bir səhv edərək bu sahədən uzaqlaşmalı olan Rəsul Əsədli bu gün YouTube biznesində ən uğurlu sahibkar, kitab müəllifi və sosial blogerdir. Amerikanın Kaliforniya ştatından hər kəsə salamlar. Mən Rəsul Əsədli və sizlərə özüm haqqında qısa bir məlumat verim. Yay aylarını çox sevən biri olmağıma baxmayaraq, 1996-cı ilin sentyabrın 9-da soyuq bir payız günündə Bakıda anadan olmuşam. Hamı kimi məktəbə 6-7 yaşında yox, 5 yaşında başladım. Bundan əlavə valideynlərimi məcbur etdim ki, məni rus sektoruna yazdırsınlar. Məktəbi bitirdikdən sonra pilot olmaq eşqinə düşdüm, lakin qabiliyyət imtahanlarından uğurla keçib. Minlərlə abituriyent arasında çox az olan pilot ixtisası yerlərinə bilet əldə etsəm də, yanlış kodlaşdırmaya görə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinə qəbul oldum. Uçmaq istəyirdim, amma həyat məni yerin dibinə saldı. Yəni bu ixtisasda yerin altında olanlar barədə öyrənəcəkdim. Hər bir tələbə kimi mənim də pula ehtiyacım var idi. Ona görə də birinci kursda ilk onlayn biznesimə başladım. AliExpress-dən saatlar və powerbanklar sifariş edib Facebook və Instagramda satmağa başladım. Daha sonra paralel olaraq 2 il elm sahəsində çalışdım. Korporativ dünyada özümü yoxladım, müxtəlif sahələri sınadım, biznes layihələr etdim. Bir sözlə bu 4 ildə maksimum təcrübə toplamağa çalışdım və universiteti bitirdikdən sonra qərara gəldim ki, mənə həm maliyyə azadlığı, həm də şəxsi inkişafım üçün vaxt qazandıracaq bir sahədə çalışmalıyam və bum, YouTube biznesi ilə tanış oldum. Bir də gözüm açanda gördüm ki, mən artıq sahibkaram, yazısı kimi öz kitabımı çap etdirmişəm, sosial mediada və iş dünyasında bloger və kurs müəllifi kimi tanınıram. Düzünü desəm, ilk YouTube biznesi təlimimi öz istəyimlə etməmişəm. Bu təxminən 4 il əvvəl baş verdi. Əməkdaşlıq etdiyim böyük şirkətlərdən birinin sahibinin xahişi ilə onun oğluna bu işi idarə etməyi öyrətdim. O vaxt təlim keçməyə vaxtım çox yox idi və mən artıq YouTube'dan təlimlərdən qazandığımdan bir neçə dəfə çox qazana bilirdim. Lakin bəzi tanışlarımın və bəzi şirkət rəhbərlərinin xahişi ilə onlara və ya onların uşaqlarına bu işi öyrətmişəm. Necə deyərlər, sözlərini yerə salmamalısın. Çünki bu elə bir sahə idi ki, o illərdə bununla çox az adam məşğul olurdu və müəyyən dünya görüşü olan və xaricdə bu layihədən nə qədər pul qazanıldığını bilənlər mənim kimi birini buraxmaq istəmirdilər və məndən xahiş edirdilər ki, onlara da öyrədim. Son 4 il ərzində ölkədə 20-yə yaxın insana fərdi qaydada bu işi öyrətmişəm. Lakin müraciətləri nəzərə alaraq 100-dən çox insan bunu məndən öyrənmək istəyirdi. Artıq sosial şəbəkələrdə də mənə müraciət edənlər çox olduğundan düşündüm ki, bu problemi birtəhər həll etməliyəm. Özümə qoyduğum əsas şərt isə o idi ki, bu təlimi verə bilmək üçün mənim çox az vaxtım getməli idi və eyni zamanda da bu işi məndən öyrənmək istəyənlər bu məqsədlərinə çatmalı idi. Və nəticədə bu və digər kurslarımı insanlara onlayn olaraq video formatda təqdim etmək üçün öz veb saytımı yaratdım. İndi isə bu işi öyrənmək istəyənlər öyrənirlər və mən buna çox vaxt sərf etmirəm. Və düşünün ki, mənim kursum vasitəsilə yüzlərlə tələbəm eyni vaxtda indi bu işi öyrənirlər. Düzünü desəm, bu mövzu ətrafında saatlarla danışmaq olar, amma əsas məqamlara qısaca toxunsaq deyə bilərəm ki, insanlar hər platformaya öz məqsədlərinə uyğun yanaşmalıdırlar. Məqsəd əylənmək və vaxt keçirməkdirsə, bu gün hər bir məşhur platformada bunu etmək imkanınız var. Amma məqsəd pul qazanmaq, populyar olmaq, geniş auditoriya sahib olmaqdırsa, o zaman müəyyən məqamlar nəzərə alınmalıdır. Məsələn, YouTube ən sürətli şəkildə pul qazanmağınıza kömək edəcək bir platformadır. Burada məşhur olmaq və ya üzünüzü göstərmək şərt deyil. Mən son 2 ildə bloger kimi fəaliyyətə başlamışam, amma ondan əvvəl kanallarım 3 ildir üzümü göstərmədən, səsimi yazdırmadan mənə pul qazandırırdılar. Yəni, mən deyərdim ki, YouTube pul qazanmaq üçün ən əlverişli platformadır. Çünki bu platformanın kaprizi azdır. Ancaq YouTube'da, TikTok və ya Instagramdakı kimi bir gecədə məşhur olmaq asan deyil. Instagram və TikTok hər ölkədə fərqli formalarda istifadə edilsə də, lakin Azərbaycanda TikTok və Instagram kütlələri arasında hətta böyük fərq var deyərdim. Yəni bu platformalarda populyarlıq qazanmaq daha asandır və bunu istənilən formada etmək olar. Təbii ki, bu sosial şəbəkələrdə pul qazanmağın yolları da var. Lakin onlar YouTube qədər sürətli və asan deyil. Müəyyən bir yolla getməli, müəyyən addımlar atmalı, çox şeyə hazır olmalı və ən əsası kütlənin səni bəyənməsi üçün çalışmalısan. Yəni hər şey sənin məqsədinə uyğun olaraq dəyişəcək.
Digər offline bizneslər kimi onlayn biznes də eyni məntiqlə qurulur. Yeganə fərq ondadır ki, bu tip biznesin idarə edilməsi daha asandır və siz ondan daha çox qazana bilərsiniz. YouTube biznesinə başlamaq üçün hər hansı digər biznes kimi müəyyən bilik və məlumata sahib olmalısınız. Yəni kanal açmaq çox sadə işdir, amma bu kanalda nə paylaşacaqsınız, videolarınız hansı mövzuda olacaq, bu videoları necə planlaşdırıb sonda yaradacaqsınız, onları kanala necə düzgün şəkildə yükləyəcəksiniz və s. kimi bilməli olduğunuz çox şey var. Yolun əvvəlində mən də bu məlumatları bilmirdim, çox qorxurdum, çətin görünürdü. Amma bir müddət sonra başa düşdüm ki, bu biznes digərləri kimi deyil və mənim böyük üstünlüklərim var. YouTube biznesi ilə məşğul olmaq üçün cəmi 0 AZN lazımdır. Heç kim sizdən kirayə, kommunal ödənişlər, ərzaq məhsulları və ya inventar tələb etmir. Sadəcə olaraq düzgün məlumata sahib olun, daim yenilikləri araşdırın və izləyin, auditoriyanızı təhlil etməyə bacarın və ən əsası səbirlə videolarınızı hazırlayın. Hamısı budur. Bir çox ilkin mərhələdə sizə lazım olacaq məlumatları elə YouTube-un özündən vaxt xərcləyərək öyrənmək mümkündür. Amma bu sahəni öyrənmək üçün kurslara və ya təlimlərə qatılsanız sizin üçün daha asan olacaq. Çünki düşünün, ən azı bir neçə ilinizə qənaət edəcəksiniz və düzgün məlumatı bildiyiniz üçün daha az səhv edəcəksiniz və daha çox pul qazanmaq imkanınız olacaq. YouTube biznesi Azərbaycanda hər gün daha da populyarlaşır. Ona görə də siz mütləq rəqiblərinizdən fərqlənməli olacaqsınız. Tamaşaçı istənilən mövzu üçün YouTube-da axtarış aparan zaman seçim edə bildiyi üçün qarşısına bu mövzuda onlarla, yüzlərlə video çıxır. Məzmun yaradıcısı kimi oturub düşünməlisən ki, niyə kimsə məni izləsin? İzləyici videonu açıb onu ilk saniyələrinə baxmazdan əvvəl onu ya videonun adı ya da videonuzun üz qabığının şəkli ilə maraqlandırmalısınız. Amma bu o demək deyil ki, tamaşaçı oturub sizin videonuza sona qədər baxacaq. Videonu çəkməzdən və ya montajdan əvvəl ilk saniyələrdə nə göstərəcəyinizi və ya deyəcəyinizi əvvəlcədən planlaşdırmalısınız. Çünki izləyicini siz o videonu açanda və ilk 10 saniyədə yenidən cəlb etməlisiniz. İzləyici ikinci videonu açıb baxmağa başlayacaq yoxsa. Videolarınız planlı şəkildə hazırlanmalı. Siz onları çəkməzdən və ya redaktə etməzdən əvvəl son məhsulu vizuallaşdıra bilməlisiniz. Videonuzun başlığından tutmuş şəklinə qədər hər şey əvvəlcədən düşünülməlidir. Fərqlənməyin digər mühüm yolu əlbəttə ki, videolarınızda istifadə edəcəyiniz hashtaglərdir. YouTube alqoritmları bu videonu kanala yüklədiyiniz zaman bilməlidir ki, söhbət tam olaraq nədəncedir, bu videonu kimlərə göstərməlidir. Yəni əlbəttə ki, bütün bu addımlar düzgün ardıcıllıqla etsəniz, videolarınız və kanalınız tez bir zamanda populyarlıq qazanacaq. Və dediyim bütün hər şey prosesin yalnız 50%-ni təşkil edir. Qalan 50%-nin nə olduğunu bilirsinizmi? Kanalınızın məzmunu. Səhv məzmun seçsəniz və ya hər kəsin etdiklərini etsəniz, bu işdə uğur qazanma şansınız azalacaq. Siz ya bu bazarda öz növünün ilk məzmunu olan bir məzmun yaratmalısınız, ya da hələ çox rəqib olmayan bir məzmun seçməlisiniz. Bütün bu məqamlar sizə digərlərindən fərqlənməyə kömək edəcək. Əziz izləyicim, səni bir neçə dəqiqəliyinə videodan ayıracağım. Çünki sənə demək istədiyim vacib bir şey var. İndi bəlkə ekrana baxıb deyirsən, gör necə maşını var, Amerika kimi yerdə yaşayır. Amma 6 il əvvəlki Rəsul belə deyildi. O vaxt həyat mənim üçün çox çətin və ümidsiz görünürdü. Bəlkə sən də indi elə bir vəziyyətdəsən. Əgər elədirsən, sənə öz təcrübəmdən bir məsləhət vermək istəyirəm. Əgər bu gün pulsuzluqdan şikayət edirsənsə, iş tapa bilmirsənsə və ya maaşın azdırsa, yeni bir gəlir qapısı yaratmağın vaxtıdır. Bilirəm, bu asan səslənmir. Pul yoxdur axı, necə deyə düşünə bilərsən. Amma bax, sən bu anda mənim kurslarım vasitəsilə özünə yeni gəlir imkanları yarada bilərsən. Mənim YouTube və ChatGPT kurslarım artıq yüzlərlə insanın həyatını maddi baxımdan yaxşılaşdırıb. Təxminən 400 nəfər mənim YouTube kursumu, 200-dən çox insan ChatGPT kursumu alaraq əlavə və hətta pasiv gəlir qazanmağa başlayıb. Bu sənə əlavə gəlir yaradan kursların qiyməti isə bir çox insan üçün bir aylıq cib xərcliyi qədərdir. YouTube kursumu 189 AZN, ChatGPT kursumu isə 159 AZN ala bilərsən. Amma bununla kurslarım bitmir. Digər kurslarımla da səni tanış edim. Növbəti kurs arzularını gerçəkləşdir kursudur. Bu kurs sənə arzularının niyə reallaşmadığını göstərir və həmin səhvləri düzəltdikdən sonra məqsədlərinə daha yaxın olursan. Şuur altında səni geridə saxlayan blokları tapır və onları aradan qaldırmağı öyrənirsən. Ən əsası isə real metodlarla arzularına necə çatmalı olduğunun yolunu öyrənirsən. Bu kursun qiyməti isə 79 AZN-dir. Sonuncu kurs isə 12 həftəlik bədən transformasiyası kursudur. Bu kurs təkcə artıq
artıq çəkidən qurtulmağa yox, həm də sənin bədəninin və həyat tərzinin dəyişməsinə kömək edir. Çünki yadında saxla, öz bədəninə nəzarət etməyən insan çox vaxt həyatının digər sahələrində də zəif olur. Və sən heç görmüsənmi, həqiqətən varlı və uğurlu insanlar öz bədənlərinə laqeyd yanaşsınlar. Əksinə onlar öz bədənlərinə xüsusi diqqət edirlər və sağlam formada qalmağa çalışırlar. Bu kurs sənə də bunu öyrədir. Təkcə arıqlamaq yox, bədəni idarə etməyi və sağlam həyat tərzini formalaşdırmağı. Sən 3 ayda düzgün diyet və məşq proqramı ilə fit və sağlam bədən qura bilərsən. Bu kursda məqsəd sadəcə çəki itirmək deyil, pi faizini azaltmaq və bunu qalıcı etməkdir. Çünki proqram səndə sağlam vərdişlər formalaşdıracaq. Bu kursun qiyməti isə 89 AZN-dir. Ekranda indi 4 kursun ayrı-ayrılıqda qiymətini görürsən. Ətraflı məlumat üçün rasulasadi.com saytına daxil ola bilərsən. Sualların varsa Instagramda mənə də yaza bilərsən. Və əgər YouTube-dan gəldiyini desən, sənə 10% də endirim edəcəyim alacağın hər hansısa bir kursa. 4 kursu birdən alanlara isə 25% endirim olunacaq. Sənə lazım olan tək şey başlamaqdır. Çünki həyatlarını yaxşıya doğru dəyişənlər, gözləyənlər yox, qərar verib hərəkət edən insanlardır. İndi videoya davam edə bilərsən. Bu biznesin davamlı olması üçün ilk növbədə auditoriyanızla işləməyə bacarığınız olmalıdır. Onları düzgün təhlil etməyə bacarmalısınız. Siz həmişə kanalınızda öz istədiyinizi yox, izləyicilərin istədiklərini göstərməlisiniz. Bunun üçün də YouTube Analytics ilə işləməyə bacarmalısınız. Mən kursumda hətta bu mövzuya ayrıca bir dərs təsvir etdim. Çünki bu alətlə işləməyə bilmək çox vacibdir. Məsələn, auditoriyanızın orta yaşını bilirsinizsə, onların yaş kateqoriyasına uyğun videolar yarada bilərsiniz. Tutaq ki, kanalınızın məzmunu dünya şöhrətli insanlar haqqındadır. Əgər auditoriyanızın əksəriyyəti 50 yaşdan yuxarı insanlardırsa, onlar Justin Bieber haqqında video ilə maraqlanmayacaqlar. Siz onlara məsələn tanıdıqları insanlar haqqında videolar təqdim etməlisiniz. Deyək ki, Robert De Niro, Michael Jackson, Bruce Lee və başqaları. Həmişə auditoriyanızı və videolarınızı təhlil etməlisiniz. Tutaq ki, siz bir ay ərzində kanalınızda 10 video yerləşdirdiniz və bu 10 videodan yalnız biri milyonlarla baxış qazandı. Bu videoda hansı mövzudan istifadə etmişsinizsə, bu mövzu insanların marağını cəlb edir və siz bu mövzuda yeni video çəkməlisiniz. Bu videoya yeni məlumatlar əlavə etməlisiniz. Bütün bu məqamlar həmişə bazarda öz mövqeyinizi qoruyub saxlamağa və abunəçi sayını artırmağa kömək edəcəkdir və daha bir vacib məqam, keyfiyyəti yaxşılaşdırmaq lazımdır. Ola bilsin ki, ilk bu biznesə başlayanda telefonunuzla videolar çəkirsiniz. Ancaq biraz pul qazandıqdan və auditoriyanız artdıqdan sonra kamera almağa və mikrofonlardan istifadə etməyə çalışın. Çünki keyfiyyətin yaxşılaşdırılması izləyiciləriniz üçün rahat baxış təcrübəsidir. Bu məqamlara diqqət yetirsəniz, biznesiniz davamlı olar. Bəli, bu doğrudur və buna görə də bu işi sevirəm. Çünki bura mənim evim, şəxsi kanalım və dünyamdır. Burada fikirlərimi ifadə etmək mənim üçün daha asandır. İnsanlar məni izləyəndə fikirlərimi, verdiyim məlumatlarımı və şəxsən özümü bəyənirlərsə, o zaman mənə bunu bildirə bilirlər kommentlər ilə. Bu platforma da mənim kimi insanlardan ibarət kiçik bir icma yaradıram hər layihəmdə. YouTube videoları digər platformalarda olduğu kimi sizin qarşınızda siz istəmədən görünmür. Yəni, məsələn, Instagram və ya TikTokda Reels videolarına baxdıqda növbəti video hansı olacağını bilə bilməzsiniz. Amma kimsə məni YouTube-da izləmək istəsə, axtarışda adımı yazaraq axtaracaq. Ya da linkdə videonu görəndə onu açıb özləri baxacaqlar və bu an çox xoşdur. Hiss edirsən ki, sənin kimi adamlar sənin ilə real maraqlanırlar və səni izləyirlər. YouTube televiziyadakı kimi həmişə baxımlı və xüsusi geyimdə olmağın vacib olmadığı bir platformadır. Sizi izləmək istəyənlər onsuz da sizi izləyəcəklər və sizə deyim ki, bu biznesin sərbəstliyi təkcə iş prosesində də deyil. Sözün əsl mənasında siz həyatınızda da rahat olursunuz. Çünki iş vaxtı anlayışı yoxdur, müdür yoxdur. Durub işə hazırlaşmaq lazım deyil. Tıxaclarda ilişib qalmırsan. Bu o deməkdir ki, özünüzə daha çox vaxt ayıra bilirsiniz. Məsələn, işimi bitirdikdən sonra basketbol və tenis oynamağa gəlirəm. Ailəmlə daha çox vaxt keçirirəm. Səyahət edə bilirəm. Yəni YouTube biznesi məhdudiyyətləri aradan qaldıran biznesdir. Bu işə başlamaq istəyənlərə məsləhətim odur ki, qorxacaq bir şey yoxdur. Bu müasir biznes modeli sizə qəliz görünə bilər, amma unutmayın ki, bir vaxtlar hərfləri öyrəndiyiniz zaman da hər şey sizə qəliz görünürdü. Avtomobili idarə etmək üçün ilk dəfə sükan arxasına keçən hər kəs qorxub, amma indi hər birimiz oxuya və maşın sürə bilirik. Beləliklə, sadəcə olaraq başlayın. Çünki zaman dəyişir. Nəzərə alın ki, bugün Azərbaycanda populyarlıq qazanan bu biznes Amerikada 10 ildən artıqdır ki, mövcuddur. Yəni, nə qədər tez başlasanız, bir o qədər tez
yetişə bilərsiniz. Və bugünkü rəqabət sabahdan azdır. Odur ki, vaxtınızı boşa keçirməyin, istədiyiniz həyatı yaşamaq, dünyanı səyahət etmək, maddi sıxıntıların öhdəsindən gəlmək istəyirsinizsə, YouTube biznesi ilə çox çalışaraq bu arzularınızı gerçəkləşdirə bilərsiniz. Unutmayın ki, YouTube-da uğur qazanmaq zəhmət və səbir tələb edir. Ancaq məzmununuza inanırsınızsa və öyrənməyə hazırsınızsa, o zaman hədəflərinizə çata bilərsiniz və ən başlıcası sizi ruhlandıran və xoşbəxt edən şeyləri çəkin və göstərin. YouTube sizin səhnənizdir. Maraqlarınızı dünya ilə bölüşmək şansınızdır. Bu gün başlayın və kim bilir sabah sizi nə gözləyir. Hər birinizə uğurlar arzu edirəm. Hörmətlə, Rəsul Əsədli. İndi isə sizi sosial media sahəsində uğurlu olan ölkə daxilindən yox, Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatından sizinlə öz təcrübələrini bölüşəcək müsahibimizlə tanış edəcəm. Uşaq vaxtından pilot olmaq istəyən, hətta qabiliyyət imtahanından keçib uğurlu nəticə alsa da kiçik bir səhv edərək bu sahədən uzaqlaşmalı olan Rəsul Əsədli bu gün YouTube biznesində ən uğurlu sahibkar, kitab müəllifi və sosial blogerdir. Vaxtilə kiçik satışlar edərək biznesin bu addımında özünü yoxlayan müsahibimizin dili ilə desək, mən uçmaq istəyirdim, amma həyat məni yerin dibinə saldı. Lakin burada da uğur qazana bildim. İnsanlar hər platformaya öz məqsədlərinə uyğun yanaşmalıdırlar. Mən son 2 ildə bloger kimi fəaliyyətə başlamışam, amma ondan əvvəl kanalların 3 ildir üzümü göstərmirən, səsimi yazdırmadan mənə pul qazandırırdılar. Təbii ki, bu sosial şəbəkələrdə pul qazanmağın yolları da var. Lakin onlar YouTube qədər sürətli və asan deyil. Müəyyən bir yolla getməli, müəyyən addımlar atmalı, çox şeyə hazır olmalı və ən əsası kütlənin səni bəyənməsi üçün çalışmalısan. YouTube biznesinə başlamaq üçün hər hansı digər biznes kimi müəyyən bilik və məlumata sahib olmalısınız. Yəni kanal açmaq çox sadə işdir, amma bu kanalda nə paylaşacaqsınız, videolarınız hansı mövzuda olacaq, bu videoları necə planlaşdırıb sonda yaradacaqsınız, onları kanala necə düzgün şəkildə yükləyəcəksiniz və s. kimi bilməli olduğunuz çox şey var. YouTube biznesi ilə məşğul olmaq üçün cəmi 0 AZN lazımdır. Məzmun yaradıcısı kimi oturub düşünməlisən ki, niyə kimsə məni izləsin? İzləyici videonu açıb onu ilk saniyələrinə baxmazdan əvvəl onu ya videonun adı ya da videonuzun üzqabının şəkli ilə maraqlandırmalısınız. Amma bu o demək deyil ki, tamaşaçı oturub sizin videonuza sona qədər baxacaq. Videonu çəkməzdən və ya montajdan əvvəl ilk saniyələrdə nə göstərəcəyinizi və ya deyəcəyinizi əvvəlcədən planlaşdırmalısınız. Çünki izləyicini siz o videonu açanda və ilk 10 saniyədə yenidən cəlb etməlisiniz. Başlığından tutmuş şəklinə qədər hər şey əvvəlcədən düşünülməlidir. YouTube alqoritmları bu videonu kanala yüklədiyiniz zaman bilməlidir ki, söhbət tam olaraq nədən gedir? Bu videonu kimlərə göstərməlidir? Yəni əlbəttə ki, bütün bu addımlar düzgün ardıcıllıqla etsəniz, videolarınız və kanalınız tez bir zamanda populyarlıq qazanacaq. Səhv məzmun seçsəniz və ya hər kəsin etdiklərini etsəniz, bu işdə uğur qazanma şansınız azalacaq. Siz ya bu bazarda öz növünün ilk məzmunu olan bir məzmun yaratmalısınız, ya da hələ çox rəqib olmayan bir məzmun seçməlisiniz. Bütün bu məqamlar sizə digərlərindən fərqlənməyə kömək edəcək. Müasir biznes modelində uğur qazanmaq bizə qəliz görünə bilər, amma auditoriyamızı yaxşı tanısaq, eyni zamanda əlimizdə olan şəraitlərdən faydalanıb təlimlər alaraq özümüzü inkişaf etirsək, əslində hər şey bizim istədiyimiz kimi gedər.